Ne yaparsan? Koyun. Ne koyun? Ne zaman koyun? Koyun da. Sənədlərini ver koyunları. Neyin? Sənədlərini. Koyunun sanatları olur. Yok bir komsomol biletleri. Başından böyle danışsan neysən? Qaymə olmalıdır. Ha, yoktu da. Yemekhane yaparım. Hümmetin yemekhanasına. Kuzavac. Ne? Kuzavac. Gel bura. Sənin qoyunlarındır. Deyirəm sənin qoyunlarındır. Ben başa düşə bilmirəm. Bax, sən mənimlə qoyunları yükləmədin maşına. Kişi səhər mənə ərizə ilə müraciət elədi ki, mənim qoyunlarımı oğurlayıblar. Mənlə olub. Siz nə danışırsınız? Hümmət məndən xahiş elədi ki, 3-4 dənə qoyun var, gəl apar yeməkxanaya. Soruşdum hardadır? Dedi aşağı məhəllədə. Sonra bir yerdə aşağı məhəlləyə getdi, gördü bu kişi də, Hümmətin oğlu da oradadır. Neçə dəfə demişəm ki, bu İlqara ehtiyatlı ol. Deyəsən uşağı ilişdiriblər. Maşını saxla. Sonra Hümmətin oğlu ilə Hümmət özü çıxdı getdi, mən bu kişi ilə qoyunları yüklər... Deyən, sən... Nə tez gəldin bura? Sən deyəsən mənə eşitmirsən, Deyirəm ki, biz şöbədəydik, bir yerdə gəlmişik. Ümmət gəlsin, hamısını özü deyər. O Ümmətdir nədir, deyən tez gəlsin bura. Bu Hümbət nə gəzir burada? Deməli bu işlərin başında Hümbət dayanır. Sənin var yoxu və lənət. Nə alçaq adamdır bu. Ümmət, Can Hümbət. bu nə məsələdir? Nə? Deyir, bu oğurlanmış qoyunları sən demisən, yeməkxana yaparsın. Nə qoyun? Faiq müəllim. Nə qoyun? Görüb maşındakı qoyun. Kim deyir onu? Bu. Ha, İlqar necəsən? Çoxdandır görünmürsən. Mən İlqarı birinci dəfədir görürəm. Mən kənddən gəlirəm. İlqarı harda görə bilərəm ki? Faiq müəllim. Bir də ki, yeməkxana mənim atamın zadındır. Hökumətin də mənə də raypo əti verir. Sənədi ilə, sübutu ilə. Bir də ki, mənim ağlıma at təpib ki, mən şəxsi qoyun alıb yeməkxanada işlədim. Ümmət. Can Ümmət. Canı bazar Ümmət. Nə Ha, oğraş. Ha, oğraş da Mənə varsa bir... işmirsən. Ha? Sən işi daha da çətinə saldın, Yaxşı elədin. Sən deməli məndən belə hayır çıxırsan, ha? Buna alçaqlıqdan başqa iş nə demək olmaz. Gedək şöbəyə, görək kimdə alsaq. Yamansan ha.